Papilloma və kandiloma xəstəlikləri, yəni human papillovirus nəticəsində insan orqanizmində ən çox genital və aralıq nahiyəsi, düz bağırsaq nahiyəsində yaranan bir xəstəlikdir. Xəstəlik cinsi yolla keçir. Bu xəstəliyin müalicəsində Avropa və Amerikada uğurla istifadə olunan Biolitek Loma lazer aparatından istifadə edirik. Bugün bizə müraciət edən xəstəmizdə də papilloma və kandiloma, eyni zamanda anal çatı olan xəstədə xəstəliyin bu aparatın köməyi ilə ləğvi əməliyyatını icra etdik. Üstünlüyü ondan ibarətdir ki, aparat daha dərin toxumalara sirayət edir və pişkinliklərin kökündə olan virusları da məhv etmiş olur və xəstəyə müalicə yazaraq sizdə xəstəlik əlamətləri müşahidə olunursa, vaxtında bizə müraciət edin ki, xəstəliyiniz inkişaf edərək başqa digər ağır xəstəliklərə çevrilməsin.